Bayaq bir hadisə danışdınız, bir bəy xəstəxanada. İstəyərdim onu yenə bizə deyəsiniz. Çünki bu da əslində aynalama Bir effektidir sanki. dəfə xəstəxanada bir gün qaldığımda orada iki ağsaqqal var idi. Orada bir şey dedim, mənə maraqlı olan bir şey vardı, o açığa çıxmadı, bilmədim orada nə hikmət var idisə. Bir tərəfdə bir ağsaqqal var idi və onun övladları onun başına dönürdülər də belə deyək. Çox yaxşı qulluq edirdilər, amma bir tərəfdə olan isə qocalar evindən gəlmişdi, ayağını kəsmişdilər. Və orada sual verdim özümə, mən burada nə anlamalıyam deyə. Amma hələ də anlamış deyiləm, yəni ki bir gün anlayaram. Orada önəmli olan bayaq qeyd etdiyim şey bu idi ki, Məncə burada orada icazə versəz mən deyim. Məncə burada seçim sənin əlindədir. Yəni həyatı necə istəyir də hə, yaşaya onu bilərsən. anlamışam. Başqa da nələrsə varmı görəsən, onun yəni dərindən doğrudur. Ya belə də ola bilərsən, belə də ola bilərsən. Orada mən o ağsaqqala sual verdim ki, Hansı ki qocalar evindən gələn. qocalar evindən gələn o ağsaqqala sual verdim ki, sən əlində hal-hazırda bir səs gücləndirici olsaydı və bütün dünya səni eşitmiş olsaydı, sənin də bir məsləhət tövsiyə vermə haqqın olsaydı, nə deyərdin insanlara? Dedi ki, sus danışma. Deyinmə də, yəni sus danışma. Və həqiqətən də mən 2 gün orada qalmışdım. O adam heç susmurdu. Davamlı tənqid edirdi. Orada olan xadimələri, medsestraları davamlı şikayətlənirdi, deyinirdi. Və onun özü ona əməl etməyə ehtiyacı var idi deyə. Yəni biz bir insana məsləhət veririksə, o bizim öz ehtiyacımızdan doğur. O insanın öz ehtiyacı idi ona əməl etmək. Çünki əməl etmədiyi üçün qocalar evinə verilmişdi. Çox deyindiyi üçün, heç susmadığı üçün. Ona əməl etsəydi əgər o qocalar evinə verilməz. Ona görə bu gün biz insanlara tövsiyə verəndə, məsləhət verəndə baxmalıyıq ki, bu mənim hansı ehtiyacımdan doğur. Biz bəzən zənn edirik, yanılırıq ki, elə bilirik bizdə hər şey mükəmməldir. Biz artıq hər şeyi bilirik və başlayırıq insanlara məsləhət tövsiyə verməyə. Ona görə biz birinə məsləhət verdiyimizi, yəni özünü müşahidə etmək çox önəmlidir. Buradan sual da verə bilər ki, bəs yaxşı bunları anlatırsan, biz necə özümüzü dönüşdürək? Baya bir danışdıq. Necə müşahidə eləyək? Özümüzü müşahidə edək. Sanki kənardan başqa bir insan olaraq özümüzü izləyirik davamlı. Və bu bir müddətdən sonra avtomatik olaraq elə bir avtomatlaşır. Sonra sanki gəlib bir səhv eləyəndə, bir yanlış eləyəndə və görməli olduğun bir şey olduğunda sanki biri gəlib sənə toxunur ki, ey Gülbala, bax burada bunu dedin ha. Pul haqqında məsəl üçün belə danışsan, zəngin olmaq falan. Sən burada pul haqqında neqativ danışırsan hal-hazırda. Sənin bilinç altında, şuur altında neqativ inanclar var pul haqqında. Sən əslində heç şuur altında pulu sevmirsən deyə bilir. Anlata bildim? Yəni biz bir şey məsələn oturmusunuz, rəfiqələrinizlə oturmusunuz, pul haqqında danışırsınız. Həmin anda şuurlu şəkildə, sanki kənardan özünüzü izləyirmiş kimi baxmalısınız ki, mən nələrdən danışıram pul haqqında. Məsələn, çox insan var deyir ki, zəngin olmaq istəyir. Amma 2 nəfər puldan neqativ danışanda, pul əl çəkir, əslində pul boş şeydir falan deyəndə görür, o da qoşulur ona. Belə şuurlu şəkildə istəyir zəngin olmaq. Amma bir də görür ki, onda ailə ki, mən də elə qoşulmuşam onlara, mən də danışıram. Demək ki, o bilgilər mənim bilinçaltımdan axır, zehnimdən axır. Demək ki, mənim zehnimdə pul haqqında yaxşı inanclar yoxdur, əslində neqativ inanclar var. Varımdır, amma çıxartmamışam əlimizə. Bəli. İndi puldan danışdıq, buna hər şeyi aid edə bilərik. Özümüzü izləyirik şuurlu şəkildə və özümüzü tanımağa başlayırıq. Mən həmişə təlimdə bunu deyirəm. Mən bu qədər danışdım. Əgər desəz ki, bunu kənara qoy. Bizə bir dənə cümlə de. Bizə həm faydalı olsun, həm də dönüşməyimizə səbəb olsun. Mən bu sualı, bunu deyirəm, bu cümləni ki, harda nə hiss edirsiniz? Bunu sabahdan müşahidə etməyə başla. Bugün dostunla görüşdün, nə hiss edirsən? Bugün iş görüşməsinə getdin, hal-hazırda nə hiss edirsən? Çünki biz öz duyğularımızı tanımırıq və insan özünü izləməyə başlayanda görür ki, mən yeni insanların içərisinə çıxanda mən həyəcanlanıram. Mən tənqid ediləcəyimdən qorxuram, ola bilir. Mən utanıram. Bu duyğularını müşahidə etdikcə, harda nə hiss etdiyinin fərqinə vardıqca özünü tanımış olur. Və özünü tanımağa başlamaq üçün ilk addım da budur ki, öz duyğularını adlandırmaq. İnsanlar nə deyirlər? Mən qəribə hiss edirəm. Bu olduğunda mən özümü çox qəribə hiss edirəm. Mən nəsə bir təhər oldum deyirlər. Bir təhər oldum. Məsəl üçün, mənlə olub ki, deyir, səninlə oturmaq çox zövq verir. Beləsində. Çox yaxşı hiss edirəm. Adam bu qədərini bilir ancaq, yaxşı hiss etdiyini. Ondan dərinə artıq nə üçün yaxşı hiss edirəm? Gülbala danışanda və ya dinləyəndə məndə nə baş verir ki, mən yaxşı mənə təsir göstərir. Şuurlu səviyyəsində açıqlamanı bilir şuur səviyyəsində. Amma şuur altında nə səbəb var? Anlaşıldığımı mı hiss edirəm? Huzurlu mu hiss edirəm? Dəyərli mi hiss edirəm danışanda? Nə baş verir? Onu tanımırıq biz özümüzü. Yəni bizim zehnimizin 5-10% şuurlu zehindir, o ağıl dediyimiz şuurlu ağıl.
90-95% şuuraltıdır. Bizim yaddaş kartımızdır, vərdişlər ordadır, inanclar ordadır, duyğular ordadır. Və hər şeyin ardında duyğular var. Zehin bütün bilgi və məlumatları duyğularla yazır. Bütün bilgi və məlumatları, inancları qüvvətləndirən şey duyğudur. Gəlin bir dənə nümunə vereyim. Necə olur inanc formalaşır və inancların ən önəmlisi bilirsiniz nədir? Bu dönüşüm üçün bunu hər kəs özündə tətbiq edə bilər. Bir inancı şuur altına necə çökdürə bilər bir insan? Ki o inancı sıradan çıxarsın. Onu anlatın. Maraqlıdır. Gəlin baxaq inanc necə formalaşır. Siz mənə elə bir hipnoz eləmisiniz, mən sual verə bilmirəm. Doğru. İndi bunu deyim, ondan sonra sizin suallarınızı mən dinləyərəm. Deyək ki, Xoşdur əslində. Ona görə doğru. deyirəm. Bir xanım deyək ki, bir bəyə aşiq olur, bir-birlərini sevirlər. Və nə üçün bu örneyi verirəm? Çünki xanımların məşhur bir inancı var, ora gələcəyik sonda. Xanım bəyi sevir və bəy ona xəyanət edir. Aldadır. O yetəri qədər ağır acı yaşayır. Bir müddət keçir. Ondan sonra xanım təkrar başqa bir bəyə deyək ki, şans verir. Yenidən sevir onu Doğru. və bir müddətdən sonra deyək ki, o bəy də o xanımı aldadır. Xəyanət edir. Sonra beyin bunu ümumiləşdirir və bir inanc yaradır. Kişilər güvənilməzdir. Kişilərin hamısı xəyanət edir. İndi sizə sual verirəm. Bu inancı beyin yaradaraq o xanımı nədən qorumağa çalışır? Kişilərdən. Təkrar xəyanətə uğramaqdan qoruyur. Doğru. İndi bir İnancdır. dənə bu nümunədəmi bu inanc onu qoruyur? Yox. Həyatımızın hər alanında bizim inanclarımız var. Özümüz və həyatımız haqqında. Biz anlamalıyıq ki, bu inanc məni nədən qorumağa çalışır? Anladığımız anda şuuraltımızda güc itirir o inanc. Doğru mu? Çox qəşəngdir. Bax, çox dərindir. Mən beynimdə bax belə-belə gedir. Transformasiya gedir burada.